Salam uşaqlar. Biz sürtünmə qüvvəsi, elastik qüvvəsi toplusundan 2025-dən 31-ci suala baxırıq. Uşaqlar, radiusu belə bir döngə yol var. Düşünün, belə döngə yaxşı çəkilmədim. Radiusu 80 metr. Avtomobil yana sürüşmədən dönə bilməsi üçün maksimum sürətini verib. Avtomobilin təkərinin sürtünmə misalını deyir. Uşaqlar, biz bilirik ki, mərkəzi qaçma qüvvəsi və yaxud da mərkəzi qaçma təcili haradırsa, uşaqlar, mərkəzi qaçma qüvvəsi də oradır. Bir də bunun əksinə uşaqlar, sürtünmə qüvvəsi var bu istiqamətdə. Bunlar bir-birini tarazlayır. Yəni bu mərkəzi qaçma qüvvəsi ilə bu sürtünmə qüvvəsi bərabər olması lazımdır ki, maşın sürüşməsin. Bərabər olduğu zaman sürətini verib bizə. V-miz 72 km/saatdır. Və biz bilirik ki, 70 km/saat uşaqlar 20 metr/saniyədir. Onda biz nə yazacağıq uşaqlar? Mərkəzi qaçma qüvvəsi ilə sürtünmə qüvvəsi bir-birinə bərabərdir. Onda F mərkəzi qaçma qüvvəsi Newtonun ikinci qanununa görə F bərabər ma-dır. F mərkəzə qaçma. Sürtünməni də bilirik. F sürtünmə bərabərdir mü mg'dir. Bunlar bir-birinə bərabər olsa, onu belə yazırıq. Ma bərabərdir mü mg. Uşaqlar, m'lərimiz nədir? İxtisaridir. Bunda nə oldu uşaqlar? A bərabərdir mü j'yə. Mü'müz nəyə bərabərdir uşaqlar? A böl j. Bu düsturu unutmamaq lazım. Bu düsturu yadda saxlayın. Və biz bilirik ki, uşaqlar, çevrə özə bərabər sürətli hərəkətdə bizim mərkəzi qaçma təcrimizin düsturu var. A bərabərdir v kvadratı böl r düsturumuz var. Burada A-nın yerinə onu qoyaq. Düşünün, burada bizə r-i verib uşaqlar 80 metr və sürətimizi vermişdir. Gördünüz, sürətimiz də 70 km/saat və 20 metr/saniyə vermişdir. Yerinə qoysaq uşaqlar, nə olur onda? V kvadratı böl r vur j olur. Elə deyilmi? Bərabər yazdıq. V-imizin kvadratı nədir uşaqlar? 420-dir çünki. R-imiz 80-dir, j-imiz 10-dur. 800. O da bərabərdir uşaqlar. 2-də 1, o da bərabərdir 0.5. Deməli, mühümüz uşaqlar nədir? 0.5-dir. Cavabımızı tapdıq. C bəndi.